Hətta məsələn Yahudilər bir növbədə gözləyirdilər. Bilirsiniz, əksər peyğəmbərlər kimlərə gəlib? Yahudilərə gəlib. Lakin peyğəmbərlərlə onlar normal davranmayıblar. Elə bir peyğəmbər yoxdur ki, o peyğəmbərdən razı olsunlar. Öz kitablarından danışırım mənə. Bizim Quran-ı Kərimdə, sünnədə olanlardan danışmırım. Bizdə hal bəllidir. Allah Azze ve Celle hər bir şey bəyan edib. Hətta öz kitabları belə iqrar edir. Bunu inkar edə bilməzlər. Onlardan əziyyət görməyən peyğəmbər yoxdur. Ən sonuncusu da İsa Aleyhisselamı da öldürmək istədilər. Allah Azze ve Celle onu göyə qaldırdı. Musa Aleyhisselama belə əziyyətlər verdilər. Mən Fironun əziyyətindən danışmıram. Firon onun qövmü deyildi. İsrail oğlanlarının Musa Aleyhisselama verdiyi əziyyətlərdən danışıram. Hətta Allah Azze ve Celle Quran-ı Kərimdə deyir: "Ya eyyuhellezine amenu la takunu kellezine aza Musa feberra'ahullah mimma qalu." Ey iman gətirənlər, Musaya əziyyət verənlər kimi olmayın. Allah onların iftirasından Musanı təmizə çıxartdı. Musa Aleyhisselama iftira atan bir toplum idi. Öz kitablarında Süleyman Aleyhisselama qədər iftira atmış insanlardı. Gələn hər bir peyğəmbərə əziyyət verirdilər. Nə qədər peyğəmbərlərin başını kəstilər. Nə qədər peyğəmbərləri öldürdülər. Yəni, peyğəmbər öldürmək onlar üçün adi bir şey idi. Bununla belə yenə də nə deyirdilər? Bilirdilər ki, Allah Azze ve Celle xəbər verib. Qədəm kitablarda xəbər vermişdi. O Tövratda, İncildə Muhammed sallallahu aleyhi ve sellemin vəsfi gəlmişdi. Xurmalıq olan bir yerdən çıxacağı. Ona görə onlar Şam torpaqlarından Ərəb yarımadasına köçdülər yaşamaq üçün. Və Ərəb yarımadasını qarış-qarış gəzdilər, baxdılar ki, xurma harda bitir? 2 dənə şəhərdə. Bir Xeybərdə, bir də Mədinədə, o vaxt adı Yəsribdə. Və orada məskunlaşdılar. Xeybərdə də onlar məskunlaşdılar. Mədinədə nə üçün? O peyğəmbər də bizdən çıxsın deyə. Təmənna edirdilər. Lakin onlar Allahın dininə yardım edən bir toplum deyildi. Allah Azze ve Celle mesela Musa Aleyhisselam'a hansı möcüzələri göstərdi? Dənizi 12 yerə ayırdı. Yollar ayırdı. Dənizi keçdilər. Allah Azze ve Celle hələ Fironun yanında olduqları zaman Allah Azze ve Celle göydən möcüzələr indirdi. 9 ayrı-ayrı möcüzə indirdi. Bu qədər nemətlər gəldi. Və bu qədər şeylərdən sonra dənizi keçiblər bəri tərəfə, bir qəbilənin yanından keçdikdə görürlər qəbilə bütə ibadət edir. Nə deyirlər? Ya Musa cəal lənə iləhən kəmə ləhum əlihə. Ey Musa, onların bir ilahı olduğu kimi, bir bütü olduğu kimi bizə bir büt düzəlt, ona ibadət edək. Subhanallah. Baxın, halları bu idi onların. Allah Azze ve Celle əmr edir ki, müqəddəs torpaqlara, yəni Qüdsə daxil olun. Nə deyirlər? İzhəb əntar və rabbuka fəqatilə innəhə huna qaidun. Sən git Rəbbinlə bərabər vuruş, biz səni burada gözləyirik. Allahla bərabər sən vuruş, biz səni gözləyirik burada. Biz qorxuruq. Bunlar qorxaq millətdir. Yəni, bugünkü günü nəsə etmələri onların şücaətindən xəbər vermir. Onlar qorxaq millətdirlər. Təsəvvür edin, əliyalın Fələstinlərin üstünə belə, onlar belə əliyalın şəkildə birbaşa gedə bilmirlər. Tankların arxasında gizlənə-gizlənə. Hansı ki, qarşısındakı Fələstinin əlində yerdən götürülü daşdan başqa heç nə yoxdur. Ona belə qoruyucu jiletlər geyinir, tankın arxasında gizlənərək atəş aça gedirlər. Qorxaq millətdirlər. Allah Azze ve Celle deyir, Allahu a'lemu haythu yec'alu risalete. Allah daha yaxşı bilir ki, risalətini harda edir. Peyğəmbərliyi hara göndərir. Allah Azze ve Celle ən layiq bildiyi insanlara göndərdi. Və səbəbləri də izah edəcək. Niyə görə Allah Azze ve Celle o dövrdə ən layiq ərəbləri bildi? Niyə görə ərəbləri seçdi?